Sabahınız xeyir, hörmətli izləyicilər. Bu qəzaların şəkillərini görəndə deyəcəksiniz, Aqil müəllim, səhər-səhər bizim qanımızı niyə qaraldırsınız? Bu şəkilləri ona görə verirəm ki, nə səhər, nə axşam, nə günorta başınıza moped sürücüləri ilə əlaqədar qəzalar gəlməsin. Sizə 4 dənə məsləhət verim ki, həm moped sürücülərini qoruyasınız, həm də özünüzü qoruyasınız ki, belə qəzaya düşməyəsiniz. Birincisi, bax görürsünüz, mopedi ötə bilərik, ötmürük. Çalışın ki, moped sizin sağ böyrünüzdə, sol böyrünüzdə getməyəsiniz belə yağışlı havada. Çünki o sürüşüb təkərin altına düşə bilər. Ona görə biz gözləyirik, körpüdən sonra onu ötəcəyik. Bu bir. İkincisi, qabağınızda da moped məsafə saxlayın. Görürsünüz, biz məsafə saxlamışıq. Niyə? Mopedin təkərləri balacadır və çuxura düşsə qəflətən yıxıla bilər və siz onu basa bilərsiniz. Üçüncü məsləhət ondan ibarətdir ki, zolaqda hərəkət edəndə bilirsiniz ki, bəzi moped sürücüləri yanımızdan güllə kimi keçir. Sağa sola meyillənəndə mütləq güzgülərə baxın ki, onları vurmayasınız. Və axırıncı məsləhət, döngələrdə ehtiyatlı olun. Xüsusilə sağa döngələrdə bir də görürsən ki, yarım metr məsafə saxlayırsan ki, bardurla sizin arasında məsafə olsun və sağa dönürsünüz. Mütləq ən son anlarda sağ güzgüyə baxın. Çünki sizlə bardurun arasına axırıncı anda moped sürücüsü daxil ola bilər. Bu 4 məsləhətə əməl etsəniz, belə qəzalardan uzaq olarsınız, həm onları qoruyarsınız, həm də ki, özünüzü qoruyarsınız. Diqqətinizə görə çox sağ olun.